8-ci say sisteminə verilmiş rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədədi 16-lıq say sisteminə çevirin. Ne edirik ilk? 8-ci say sistemindəki rəqəmlərə müxtəlif ən böyük 3 rəqəmli ədədi tapırıq. Bu bizdə rəqəmlər 8-ci say sistemində 7-yə qədər olduğu üçün 765 edir 8-ci say sistemində. Bunu 16-lığa keçirtmək üçün, yəni 16-lıq say sisteminə keçirtmək üçün aralıq bir mərhələ götürürəm. 2-lik say sisteminə keçirirəm. Daha sonra 2-lik say sistemi 16-lıq say sisteminə keçirirəm. Bu səbəbdən axtarsaq 2-lik say sistemində biz bilirik ki 8-ci say sistemi, yəni 8-in özü 2 üstü 3 olduğu üçün bizə hər bir rəqəm 3 ədəd 2-lik rəqəm götürürük. Yəni hər bir rəqəm üçün 3 ədəd 2-lik rəqəm qarşılıq kimi götürürük. Və bunu da tapmaq üçün belə edirik. 4, 2, 1 yazırıq. 7-yə baxıb bu 4, 2, 1-in hansının cəmi bizə 7 verir? 3-ünün də cəmi bizə 7 verir. Yəni hamısını cəmləyib 7-ni alırıq. Deməli 7 bizə nədir? 1, 1, 1-dir. 7-ni yenə yazıram. 1, 1, 1. 6-nı axtarıram. 6 tapmaq üçün 4 ilə 2-ni cəmləyirəm. 1, 1, 0. Və bu formada yazıram. 5-i tapmaq üçün də 4 ilə 1-i cəmləyirəm. 1, 0, 1. 1, 0, 1. Baxın, bu oldu bizim 765 ədədinin, yəni 8 sayısında 765 ədədinin 2-lik versiyası. İndi mən bunu 16-lıq sayısına keçirmək üçün nə edirəm? Bu səfər 4, 4 götürürəm. Çünki nə görə 16 nədir? 2 üstü 4 olduğu üçün 4 ədəd 2-lik rəqəm bizdə 16-lıq sayısında bir rəqəmi əvəz edir. Və buna da mən sondan başlayıram, bölürəm bu formada. 4, 4 ayırıram və sonda, yəni əvvəldə qalan o tək rəqəmin qarşısına 3 ədəd 0 yazıram ki, 4 rəqəmə tamamlayaq. Daha sonra bunu 16-lıq say sistemə keçirmək üçün üstündə 1, 2, 4, 8 bu formada yazılar yazıram. Bunlar bizdə 2-lik say sistemindəki mərtəbələrdir. Və hansının aşağısında 1 varsa cəmləyirəm. Bunlar üzərində xətt çəkirəm, sıfırların və 1 olanları cəmləyirəm. 4 ilə 1-i cəmləyirəm, 5. Daha sonra, baxın, burada hamısının altında 1 olduğu üçün hamısını cəmləyirəm. Məndə alınır 15. 15 də 16-lıq say sistemində f olduğu üçün f yazıram. Burada isə sıfırların üzərində yenə xətt çəkdikdə bizdə 1 qaldığından sadəcə 1 yazıram. Və yekun nəticə olaraq da alınan bu 16-lıq rəqəmi götürürəm və cavabları da axtarıram. A variantı 1F5 ədədi bizim doğru cavabımız olur.